Xeylakda qalmışam bu yolu. Elə birdən ağlıma verdi ki, bax bunu çək. Allah haqqı adam yuxarı qalxana kimi adamın ki adama dəyir. Ben uşaq satım yuxarıda deyim məktəbdə. Burada kəndin hələ ortasıdır. Bax belə. Belə götürəndə deməli mərkəzlə də bu gerdə qalan yolla asfaltın yanına hardasa 750-780 metrdir. Hələ bir cür qeyir. Allah haqqı baxırsan bir damcı yerin elə bil o yolunun yaxşı olmamağı adama doğrudan da belə ayrı cür təsir edir. Biraz hələ oradan su gəlib deyil. Bax, belə bir şəkil alınır. Amma yağış zat yağanda doğrudan da çox çətinliklər olur. Qışın bak ki, əzabı zulümü laf çoxdur. Kendinle quruluş elədi ki, ister istemez bu geniş aşağını düşüb, yox yukarıda qalmaq lazımdır. Belədir. Amma adam yorulur qalxdıqsan Allah and olsun. Mən demirəm eyda indi ne kadar olmasa. Yaşlan da ala gedərdi amma elə cavanları da bura qalxanda tövşüyən görmüşəm. Yəni maşın gəldi getdi. Mən deyənə kim o da ki İsmailliyə getmək bura düşüb qalmaqdan yaxşıdır. Hasaddır belə deyim. Mən buranı padriyat çəkə bilmirəm. Amma hələ xeylaq var. Adam təngə nəfəs olur. Bu düz yerlərdə bir təri var. Amma bu yeniş aşağı yox yuxarı biraz çətin məsələdir. Hələ də var qabaqda getməli yerimiz. Bu da yol ayrıcı. Bu asfalta gedir. Bu da məktəbə. Məktəbə gedək. Bax belə. Belə bir yolla gəldik, çatdıq bax məktəbə. Bu da gözəl məktəb. Elə mağazin zat da burada yerləşir. Əsas qılavın yol buradadır.